Kənardan baxanda, xüsusən də gecə vaxtı, yəni Bakının adamı dərhal özünə cəlb edən çox qəribə bir maqnetizmi var. Hə, mütləq. Çox fərqli bir aurası var şəhərin. Düzdür. Mən hətta dinləyicilərimizdən sadəcə bir anlıq şəhərə yuxarıdan bax, o mənzərəyə baxdıqlarını təsəvvür etmələrini istəyirəm. Alov güllələri o qaranlıq səmada parlayır, yəni dənizkənarı bulvar tamamilə neon işıqlarla bəzədilib. Bütün o lüks parıltı. Bəli, bəli. Mərkəzi küçələrdəki lüks butiklər, yollarda şütüyan o bahalı maşınlar doğrudan da göz qamaşdırır. Təsadüfi deyil ki, beynəlxalq mediada bura tez-tez, necə deyərlər, Xəzərin Dubai deyirlər. Dəqiq. Hər şey hədsiz dərəcədə qlamur və qüsursuz görünür. Amma bu bərk vuran fasadın sadəcə bir addım arxasına keçəndə, o neon işıqların düşmədiyi dar küçələrə, yataq rayonlarına baxanda mənzərə kəskin şəkildə dəyişir.